Bugünkü dərsimiz Şamaxı, Bakı, Lənkəran və Gəncə xanlıqlarıdır. Qısa bunlar haqqında məlumat verəcəyik. İlk olaraq Şamaxıdan başlayaq. Kür çayından şimalda, yəni şimal-qərb torpaqlarına əhatə edən Şirvan ərazisində Quba, Dərbənd, Bakı və Şamaxı xalqları yaranmışdır. Hələ Nadir Şah sağ ikən 1734-də Şamaxı şəhərində dağıtmış və əhalisini yeni Şamaxıya köçürmüşdür. Lakin Nadir Şahın ölümündən sonra dövlət dağıldı və Şamaxı xanlığında iki hakimiyyətlik meydana gəldi və köhnə Şamaxıda Sərkərar sülaləsindən olan Məhəmməd xan və Ağası xan qardaşları yeni Şamaxıda Hacı Məhəmməd Əli xan öz hakimiyyətini qurdu. İki hakimiyyətlik nə idi? Bir ölkədə eyni vaxtda iki hakimiyyətin mövcud olması idi. Şamaxı xanın hakimiyyətinin dərinə baxaq 1763-cü ildə Şamaxı xanın digər xanlar fərqlənən əsas isə burada iki hakimiyyətin mövcud olması idi. İki hakimiyyətin mövcud olması xanlığın hərbi və iqtisadi cəhətdən mənfi təsir göstərirdi. Bunlar isə xanlığın xarici müdafiəsini müdafiə olunmasını çətinləşdirirdi və qonşu xanlara qarşı mübarizə aparmaq mümkün olmurdu. 1763-cü ildə Məhəmməd Səid xanın yeni Şamaxı hücumu nəticəsində yeni Şamaxı tutuldu və Məhəmməd Əli xan əsir alındı. Şamaxı xanlığı iki hakimiyyətlik ləğv olundu. Xanlıqda bütün hakimiyyət Məhəmməd Səid xanın əlinə keçdi. Sərkərar sülaləsinin idarə etdiyi vahid Şamaxı xanlığı yarandı. Şamaxı xanlığı Quba xanlığının birləşdirilməsinə baxaq. 1768-ci ildə baş verdi bu hadisə. Şamaxını dövlətinin paytaxtını elan etmək istəyən Qubalı Fətəli xan Şəki Hüseyn xanla ittifaqa girərək 1767-ci ildə Şamaxı torpaqlarını ilk olaraq aralarında bölüşdürdülər və 1768-ci ildə isə Şəki xanın ixtiyarında olan Şamaxı torpaqları da Quba xanlığına birləşdirildi. Bu asırlıq 1789-cu ildə Qubalı Fətəli xanın ölümündən sonra başa çatdı və hakimiyyətə Mustafa xan gəldi. Biz 1789-92-ci illəri hakimiyyət uğrunda mübarizə olaraq səciləndiririk və 92-ci ildə Mustafa xan hakimiyyəti ələ aldı və onun dövründə Şamaxı xanlığı sabitlik yarandı. Şamaxı Azərbaycanın ən güclü xanlıqlarından birinə çevrildi. Bu dövrdə yalnız öz müstəqilini qorumaq uğrunda mübarizə aparan Şamaxı xanlığı artıq qonşu xanlıqlar öz hakimiyyət tabe etməyə çalışırdı. 1795-ci ildə Şamaxı xan Ağa Məhəmməd xan Qazanın tabeliyini qəbul etməkdən imtina etsə də 1797-ci ildə ona tabe oldu. 1805-ci ildə Şamaxı xanlığı Rusiyanın himayəsini qəbul etdi və 1820-də Rusiya Şamaxı xanlığına ləğv etdi. Bir də bunu deyə bilərik ki, 18-ci əsrdə dövrün səyyahları Şamaxını ən zəngin xanlıq adlandırmışdı. İndi sağ tərəfə fikir versək, biz Şamaxı xanlığının ərazisini görəcəyik. Şamaxı xanlığının ərazisi bura idi və Quba xanlığı, Bakı xanlığı, Cavad xanlığı, Qarabağ xanlığı və Şəki xanlığı ilə həmsərhəd ərazidə yerləşirdi. Diqqətlə də baxsaq, bu hissə Şəkinin əlinə keçmişdi 67-ci ildə bölüşdürülməsində, bu hissə isə biz deyəcəyik Qubanın əlinə keçdi. Lakin 68-ci ildə hər iki yer Quba xanlığına tabe oldu. İndi keçək Gəncə xanlığına, Gəncə xanlığı haqqında məlumat verək. Gəncə xanlığı biz deyəcəyik ki, hansı əraziləri əhatə edildiyindən Gəncə xanlığı xəritəsini qoşum. Deməli, 18-ci əsrin ortalarında Gəncə xanlığı Səfər dövründə Qarabağ bələbəyini əhatə edən və idarə edən Şahverdi xan Ziyadoğlu yaratmışdı. Xanlığı Qacar tayfasından olan Ziyadoğlu nəsli idarə edirdi. Xanlığın Murovdağ silsiləsindən Kür çayındakı olan əraziləri əhatə edirdi. Qarabağ, İrəvanla, Qazax və Şəmşədli Sultanlığı və Gürcülərlə həmsərhəd bölgədə yerləşirdi. 18-ci əsrin 50-ci illərində Gürcüstan hökmdarı, yəni Çarı II İraqlı dəfələrlə Gəncə xanlığına yürüş etmiş və müəyyən dövrdə xanlığı hətta özünün asıl vəzifədə salmışdı. Şahverdi xanın xarici siyasətinə qarşı Qarabağ xanlığı və Osmanlı dövlətinə münasibət qurmağa çalışmış və bu məqsədlə 1752-ci ildə Osmanlı dövlətinə elçilər heyəti göndərmişdi. Gürcüstan Çarlığı və Qarabağ xanlığı müəyyən müddət asıl vəziyyətə düşən Gəncə xanlığı hakimiyyətə gələn xanların övladının götürmüş pul vermədən imtina etməsi onların 1780-ci ildə Gəncə xan zövləsinə səbəb oldu. Yəni qısaca belə deyək ki, onların hakimiyyətini qəbul etmiş və onlara olan vergini verməməkdən imtina etməsi 1780-ci ildə onların bura hücumuna səbəb oldu və 1780-ci ildə 2-ci İraq ilə İbrahim Xəlil xanın Gəncəyə hücumu nəticəsində Gəncə xanlığı Qarabağ və Kartlı Qaxiyat arasında bölüşdürüldü. Gəncədə iki hakimiyyətlik yarandı. 1780 və 83-cü ildə bundan sonra Gəncə xanlığı hər iki tərəf təyin etdiyi nümayəndələr tərəfindən idarə olunmağa başlandı. 1783-cü ildə Gəncə xanlığı əhalisi Gürcü Çar və Qarabağ xanlığının buradakı hakimlərinin qarşı siyasətinə qarşı üsyan qaldıraraq Gəncə xanlığı hakimiyyətinə son qoydu. Gürcüstan Çar və Qarabağ xanlığının hakimlərini Gəncədən qovdu. Və 1786-cı ildə Gəncə xanlığı hakimiyyətə Cavad xan gəldi. Onun dövründə isə Gəncə xanlığı müstəqilliyini möhkəmləndirdi. Azərbaycanın Şəmşədli, Qazax və Borçalı torpağı Gürcüstan tərəfindən azad etmək siyasəti yerinə yetirdi və 1804-cü ildə Rusiya Gəncə xanlığını işğal edərək buranı Rusiya torpağı etdi və Cavad xan da döyüşdə qəhrəmancasına həlak oldu, yəni şəhid oldu. Gəncə ərazisi də diqqət edək, burada göründüyü kimi bu ərazilərdir. Sonradan bayaq dediyimiz kimi Qazax, Şəmşədli və Borçalı ərazilərini Gürcüstan tərəfindən azad etmək üçün bir müddət oranı idarə etmişdir. Daha sonra Bakı xanlığına baxaq, Bakı xanlığının ərazisinə baxaq. Bakı xanlığı 1747-ci ildə 1-ci Mirzə Məhəmməd xan tərəfindən yaradılmışdır. Xanlığın ərazisi Abşeron yaradılsa Bakı şəhərini əhatə edirdi. Xanlığın təsərrüfatının aparıcı sahəsi neft və duz hasilatı və zəncəfil becərilməsi xanlığın əsas gəlir mənbəyi hesab olunurdu.
İndi Bakı xanlarına baxaq. 1-ci Mirzə Məhəmməd, Məlik Məhəmməd, 2-ci Mirzə Məhəmməd və Hüseynqulu xan olmuşdur. 1-ci Mirzə Məhəmmədin hakimiyyət dövrü isə hakimiyyət dövründə baş vermiş hadisələr bunlar idi. Bakı xanlığının iqtisadi inkişafını təmin etdi, Bakı qalası möhkəmləndirildi. Daha sonra Məlik Məhəmmədin dövrünə baxaq. Qarabağ xanlığının Quba xanlığına asılı vəziyyətə düşməsi, Bakı xanlığının müəyyən müddət öz müstəqilliyini itirməsi ilə nəticələnmişdi və 1767-ci ildə Qubalı Fətəli xan bacısı Xədicə Bükəni Bakı xanı Məlik Məhəmməd ələ vermiş və beləliklə Nicət Topayevası vasitəsilə Bakı xanlığının özünü asılı vəziyyətə salmışdı. 2-ci Mirzə Məhəmməd xanın hakimiyyət dövrünə baxsaq, Bakı xanlığı Quba xanlığının asılından çıxaraq müstəqillik bərpa etmişdi 1789-cu ildə və 1790-cı ilin əvvəllərində xanlıqda hakimiyyət olunan mübarizə ilə Hüseynqulu xan qalib gəlmişdi və onun hakimiyyət dövrü 92-ci ildən başlayır və 1796 Bakı xanlığı birinci dəfə və 1806-cı 2-ci dəfə Rusiya tərəfindən işğal olundu. Hətta 1795 və 97-ci illərdəki Ağa Məhəmməd xan və Ağa Məhəmməd Şah Qacarın himayəsində qəbul etmişdir. Daha sonra Lənkəran xanlığına baxaq. Lənkəran xanlığının Nadir Şahın dövründə daxili müstəqilliyə malik olmuşdur. Yəni Lənkəran ərazisi 18-ci ortalarında Səfəvi nəslindən olan Cəmaləddin bəy Mirzə Qacar, yəni Qaraxan tərəfindən müstəqil xanlıq elan edilmişdir. Xanlığın mərkəzi əsasən sənətkarlar və ticarət mərkəzi olan Lənkəran olmuşdur. İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edirdi. Qafqaz və Yaxın Şərq və Rusiya ilə ticarət əlaqələr mövzusudur. Cəmaləddin Mirzə bəy, yəni Qaraxan hakimiyyət dövründə yaradılmış siyasi sabitlik xanlığın inkişafına səbəb olmuş və 1785-ci ildə Lənkəran xanlığı xarici işğaldan qorunmaq üçün Quba Fətəli xandan asılılığı qəbul etmişdi hətta. Mir Mustafa xanın hakimiyyət dövrünə baxaq. Lənkəran xanlığı daha da güclənmişdi. 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın Azərbaycanın şimalına yürüşü zamanı Mustafa xan əhalini Lənkərana sağdasına köçərək müdafiə mövqeyi tutmuşdu. 1802-ci ildə Gergevski müqaviləsinə görə Lənkəran xan Rusiya himayəsinə keçməyə ixtiyarı verildi və 1813-cü ildə Lənkəran xan Rusiya tərəfindən işğal olundu və həmin imzalanan Gürcistan müqaviləsi ilə Rusiyaya birləşdirildi. Əraziləri göstərir Lənkəran xanlığı və Ofsi xanlığının ərazilərini və müqayisə olaraq, yəni oxşarı olaraq, sintez olaraq da o birisi dərslərdən bilirik. Hər bir xanlıq müəyyən müddətdə, yəni məsələn buna misal olaraq biz deyə bilərik ki, məsələn Lənkəran xanlığı 1785-ci ildə Qubadan asıla düşmüşdür. Daha sonra Şamaxı xanlığı deyəcək ki, Şəki və Quba arasında bölüşdürülmüşdür və daha sonra Quba tamamilə ələ keçirmişdir. Daha sonra Gəncə xanlığı biz dedik ki, Qarabağ və Xeti çarları arasında bölüşdürülmüşdür və Bakı xanlığı da öz növbəsində dedik ki, Nicət Topayevası vasitəsilə Quba xanlığı birləşdirilmişdir. Bu asılılıq dövrü bir müddət çəkmişdir və daha sonra biz ən sonunda görəcəyik ki, bu xanlıqlar Rusiya tərəfindən işğal edilərək lap sonunda isə hamısı ləğv olunacaqdır. Ümidvaram sizin üçün faydalı olar bu mövzu. Oldu, təşəkkür edirəm.